Salam dəyərli müəllimlər. Müəllimlər, istədim 2026-cı ildə müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində qarşılaşdığınız işıq kölgə mövzusunu izah eləyim. Deməli müəllimlər, biz ilk olaraq nəyi bilməliyik? Biz ilk olaraq bilməliyik ki, əşyanın üzərində işığın yayılması işıq kölgədir. Və işıq kölgənin görünüşü nədən asılıdır? İşıq kölgənin görünüşü əşyanın formasından, əşyanın səthinin hamar və yaxud da nahamarlığından, əşyanın rəngindən asılıdır. Bundan əlavə, əşyanın üzərinə işıq hansı məsafədən düşür və yaxud da əşyanın üzərinə işıq hansı istiqamətdən düşür. Bax, bunlardan asılıdır. Əşyanın səthinə biz bilirik ki, əşyanın səthinə işıq düşür. Onun bir tərəfi işıqlı olur, amma digər tərəfi tünd olur, yəni kölgə olur. Kölgə tərəfdir bu. Biz işıq və kölgə vasitəsilə həm əşyanın həcmini verə bilirik, həm də onun fəzadakı yerini müəyyənləşdirə bilirik. Bu çox vacib bir məqamdır. Yəni biz əşyanı tək konturla təsvirləmirik. Əşyanı həcmli şəkildə təsvir etmək üçün biz işıq kölgədən düzgün şəkildə paylanma etməliyik. Yəni biz işıq kölgəni düzgün şəkildə paylayacağıqsa, əşyaya həcm verəcəyik. Və bir şeydə xüsusi vurğulayacağım mütləq. Təsvir zamanı işığın hansı tərəfdən düşdüyünü biz nəzərə almalıyıq. Nəyə görə? Çünki işığın istiqaməti dəyişəcəksə, həm əşyanın üzərindəki işıq kölgənin yeri istiqaməti dəyişəcək, həm də hansı ki səth üzərində düşən kölgə ki var, bax onların istiqaməti dəyişəcək. Yəni düşən kölgənin yerin biz işığa görə, işığın istiqamətinə görə müəyyənləşdiririk. Və şəkildə yazılanlara diqqət eləyək. Deməli, burada nə var? Əşyanın üzərinə bilirik ki, ən parlaq yer blikdir. Əşyanın səthində işığın düşərək işıqlanan hissəsi işıqdır. İşıqdan kölgəyə xəfif, yumşaq keçid olur yarım kölgə. Əşyanın işıq almayan, yəni öz üzərində yaranan qaranlıq hissəsi olur şəxsi kölgə və əşyanın özündən başqa bir səthə, məsələn, masanın üzərinə düşən kölgəsi də nə olur? Olur düşən kölgə və nəhayət refleks. Deməli, kölgə tərəfdən ətrafdakı səthlərdən əks olunan işıq və rəngin təsiri nəticəsində yaranan refleksdir. Məsələn, deməli, şəkildə biz görürük ki, alma masanın üstündədir. İşıq almanın bir tərəfinə düşür, amma digər tərəfində nə var? Kölgə var. Bax, masadan və yaxud da ətrafdan səthlər ki var, oradan əks olunan işıq qayıdır almanın kölgə tərəfinə. Buna görə həmin qaranlıq hissədə zəif işıqlanma olur. Bəzən də ətrafdakı rəngin təsiri görünür. Bax, bu refleksdir. Və beləliklə də biz nə öyrəndik? Biz öyrəndik ki, işıq kölgənin əsas elementləri nələrdir? Deməli, bunlardır. Blik, işıq, yarım kölgə, şəxsi kölgə, düşən kölgə, refleks. Bu qədər müəllimlər. Və müəllimlər, belə deyim ki, bax, bu anlayışları əzbərləmək yox. Bu anlayışları başa düşmək və bu anlayışları başa düşüb bir-birindən fərqləndirə biləcəksə, testdə nə qədər çətin formada da qarşımıza çıxsa, biz mütləq orada cavabı axtarıb tapa biləcəyik. Bu qədər müəllimlər, sağ olun.